xanım, buyurun. Xanım bu 20 manat, üstünə 20 manat yazılır. Xanım üzərində nə qiymət görürsünüzsə odur, bəli 20 manatdır. Bəs o qapıya vurmuşdunuz axı, hansıdır bu? Hər şey 5 Bu manat. geyimlərə aiddir Hər şey xanım. 5 manatdan girmiş, içəridə 20 də üstündə Xanım yazılır. orada var ki, 7 20. manatdan da var. Burası da bunların qiymətləri 20 aziyendir. Buyurun. Bu mən Aha gəlirəm indi. Geyinmə- Hansı deri gəlir? Bu xanım bu sizin Mənim razmerinizdir. dalımca niyə düşmüşsünüz xanım? Mənim dalımca Mənim niyə düşmüşsünüz? mənim borcumdur. Mən bura necə alışıram? M razmeridir xanım. Siz 2XL geyinirsiniz. Xanım siz 2XL geyinirsiniz. Bəlkə də toplam baxsaq 5XL geyinirsiniz. Amma bu M razmeridir. Hal-hazırda Yox, mənim əlimizdəki razmer. razmerimi məndən yaxşı biləcəksiniz. Mən bunu geyinib Xanım, üstündə mən də dəniyəcəm, sonra Mən şey də edəcəm. satıcıyam. Sizin kimi minlərlə, yüzlərlə müştəri görürük burada. Bu sizin razmeriniz deyil. Burada Bu yazılan en- dükkanın adı da eynidir. O dükkanın adı deyil, o firmanın adıdır. Ha. Onu bıraxın, istehsal İndi edən bu firmanın. dəqiq şeydir bu firmada. Xanım M'dir, M'dir. Bəli. Mənim əynimə olacaqdı xanım. Xanım, Mənə icazə verin. Geyinim M mənim əynimə. razmeridir. Siz XL geyinirsiniz, 2XL geyinirsiniz xanım. Öz bədəninizə ölçüsü Dalımca geyinirsiniz. düşməyin. Özüm geyəcəm. Xanım öz tapacağım bədəninizə geyinəcəm. xahiş edirəm əlizdəkini Üstünə 25 yazır, 25 manatdır. Xanım bu sizin əliniz olmaz, zəhmət onu sizin yerində. Xanım öz Orada bədəninizə yazın ölçüsü ki, biz girməyəcək. girməyək. XL-lər içəri girməsin. Elə yaz dükkanın üstündə 5 manat yazmışsa içəridə heç 5 manat şey. Xanım bunlar sizin əlinizdə razmerinizi bilmirsiniz. Əgər mən Biz satın hara olaraq gedək? nəyin İri davasını bədənlər edirəm? hara gedək? Hardan alaq? Yoxdur da burada sizin əlinizdə heç bir şey yoxdur xanım. O dükkanın qabağında yazmısan 5 manat, hə. Yazmışam. İçəridə yoxdur. Razmeriniz yoxdur. Onda yazır ki, arıq rüməçələr gəlsin, içəri girsin. Dükkanda bax, bir dənə arıq adam yoxdur. Dükkanda arıq adam var. Hə? Xanım, siz Yox, mənə... məndən arığı var. Xanım, Var, yox. var. Xanım, siz burada mənə dav edəcəksiniz indi. İstəsəm, hə. Çünki müştəri hər yerdə haqlıdır. Siz mən burada siz yox, yox. işini azad eləyəsiniz. Amma Instagram reklamından gördüm, gəl. Xanım, razmeriniz Yox, yoxdur. Instagramda məni çağırdım, Tutar, siz çağırmadım. razmeriniz... Yox, Instagramda məni Sizə çağırdım. boynum sındı xanım. Hə? Sizi yaxşı yaparım. Yox, çağırımıza Mühafizəni çağıracağım Instagramda indi. bax, Xanım, dedin mühafizəni ki, gəl. çağıracağım. Dedin ki, gəl. Mühafizə kimdir? Mühafizəni Dedin ki, çağıracağım. gəl. Hər şey 5 manatdır, gəl. Gəlmişəm, yoxdur. Yox, qutarıb sizin razmeriniz tutarıb xanım. Arıq adam da yoxdur. Burada Vaxtında hamısı gələcək. məsələlərsin. Elə bil ki, bir həftə bundan qabaq. mallarınız da yoxdur. Bir həftə bundan qabaq eləmişsiniz. Çoxsa başqa mağazaya baxın onda. Bu ayaqqabı olmuş qaçındır, yoxsa bizi qadınlar üçündür? Qadınlar sonra sizin ayağınız olmaz. Bunu çıxart ayağından at, görəcək bu kitabsın Sizin gəl. ayağınız olmaz. Onun şikayətini deyil. Bu Sadəcə sadəcə məndən qəsdə gərəsin. sadəcə sizin ayağınız olur. Məndən qəsdə gərəsin. Bax, dinən Yox, bilim. xeyr. Dinən bilim də gəlməyim. Instagramda çağırdınız, dediniz ki, gəl ay müştəri, gəl. Mən də müştəri. Mən nə biləm sizin Səhər saat 7-də begemot boydasınız xanım. Begemot deyirsən mən. Yəni məcazi mənada deyirəm. Ətli butlu balıq Ha, ətli, siz balıq bax, ətli mən qadınla belə Nə baxırlar. biləydim mən siz balina ətli xanımsınız, nə biləydim. Zəhmət olmasa arasınız ki, qoyun. Bu da zonuşka içindir. 2-də oxuyan uşağın ayağına. Bu belə ayaqlı, razmerli qadın yoxdur. Var. Pəncəmin enliyinə bax. Mən Sizin biz ayağınız- nə yox biz qadınlar hardan geyim tapıyoruz bizə? Zakaz eləyin. Zakaz eləyin. Hə, yaxşı. Zakaz Qoyuram onu burada. Zakaz. Gəl sən bir də məni axtararsınız. Belə müştərini ələr Zakaz gəlsin. eləyin. Çox sağ olun xanım. Bunun bütöv qaşlı olanından var. Şalvarın xeyir. Oğlan şalvarından. Hansı Belə oğlan? doğru da nəsə onun şalvarına isə bütöv Eduard kim? qaş. Eduard kim? Dədə Verirsən şalvarından bizi. Xeyr, ondan verdik bitib. Bu bu sadəcə yarım zay bundan geymir bax. O bütöv qaşlı. Adı var idi ondan bitib. Bu sadəcə yan tərəfdə olanlardan. Heç olmasa onun pomadasından yoxdur. Xan burada kosmetika aid bir şey Beyzanın görürsünüz. şapkasından. Xanım yoxdur. Nenə geyinə biz onun moda o irəliləyib onu kimi istəyirik geyinək. Yoxdur burada xanım. Gedin başqa mağazalara müraciət Hardan edin. alayıq bəs? Başqa mağazalara Buradan müraciət edin. alma. Buradan geyinir, o da sofat buradan geyinir elə.